Salam, hər bir layihənin arxasında gizli bir güc var. Onlar layihənin taleyini həll edə bilər, amma çox vaxt gözdən qaçır. Söhbət maraqlı tərəflərdən, yəni stakeholderlardan gedir. Peşəkar layihə idarəçiliyi silsiləmizin 14-cü təhlilinə xoş gəlmisiniz. Gəlin, bu super vacib mövzunun dərinliklərinə baş vuraq. Başlamamışdan əvvəl bir vacib məqamı deyim. Bu təhlil İSİM, yəni İcma və Sosial İnkişaf Mərkəzinin sosial layihəsi çərçivəsində hazırlanan 20 videoluq seriyamızın bir hissəsidir. İndi isə başladı. Gəlin bir anlıq düşünək. Bir layihəni uğurlu edən nədir? Yəqin ağlınıza dərhal mükəmməl bir plan ya da dəmir kimi bir büdcə gəlir, elə deyilmi? Bunlar çox vacibdir, əlbəttə. Amma bəlkə də əsl uğurun açarı tamamilə başqa yerdədir. İnsan faktorunda. Yaxşı, gəlin bu mövzuya keçid alaq. Baxın, hər bir layihənin səhnə arxasında görünməyən, amma taleyini həll edə biləcək iştirakçıları var. Biz onlara maraqlı tərəflər deyilik. Onların dəstəyi layihənizi uçura bilər, amma müqavimətləri ən mükəmməl planı belə məhv edə bilər. Bəs bu maraqlı tərəf kimdir axı? Ən sadə dildə desək, layihənin nəticələrindən birbaşa və ya dolayısıyla təsirlənən, onun uğrunda marağı olan istənilən adam və ya qrupdur. Unutmayın, söhbət təkcə sizin komanda üzvlərindən getmir, heç də. İndi isə gəlin bu oyunçuları bir-bir tanıyaq. Çünki əslində layihəni idarə etmək elə bu fərqli rolları, fərqli gözləntiləri idarə etmək deməkdir. Kimin kim olduğunu bilmək, inanın ki, həyati dərəcədə vacibdir. Birinci sırada təbii ki, sifarişçi gəlir. O sadəcə məhsulu alan deyil, o sizin layihənizin var olma səbəbidir. Əgər o məmnun deyilsə, deməli layihə uğursuzdur. Bu qədər sadə. Sizin uğrunuzun yeganə real ölçüsü elə budur. Sonra sponsorumuz var. Sponsor təkcə layihəyə pul qoyan adam deyil. O həm də layihənin arxasında duran, onu dəstəkləyən bir qüvvədir. Onun dəstəyi olmasa, layihənin maliyyə motoru sadəcə işləməz. Ona görə də onu mütəmadi olaraq məlumatlandırmaq və etimadını qorumaq şərtdir. İdarə edicilər, yəni üst rəhbərlik isə layihəyə yuxarıdan quşbaxışı nəzər salır. Onlar üçün əsas olan odur ki, sizin layihəniz şirkətin ümumi strategiyasına uyğun gəlsin. Onların dəstəyini qazanmaq üçün göstərməlisiniz ki, sizin işiniz şirkətin böyük hədəflərinə xidmət edir. Və resurs menecerləri. Bu adamlar layihənin can damarıdır. İşin görülməsi üçün lazım olan hər şeyə, istər mütəxəssislərə, istərsə də materiallara onlar nəzarət edir. Bir sözlə, onlarla yaxşı münasibət qurmaq işlərinizin yarısının həll olunması deməkdir. Beləliklə, gördüyünüz kimi, bu bütöv bir ekosistemdir. Sifarişçinin istəyi var, sponsor pul verir, idarə edicilər strateji istiqaməti müəyyən edir və resurs menecerləri də komandanın işləməsi üçün şərait yaradır. Bütün bu oyunçuları və onların əlaqələrini anlamaq uğurun əsas açarıdır. Bu adamları tanımaq çox vacibdir, amma kifayət deyil. Yox, sadəcə adlarını bilməklə iş bitmir. Əsl güc onların motivasiyalarına, təsir dairələrini və gözləntilərini dərindən anlamaqda, yəni onları analiz etməkdədir. Baxın, elə bu stat hər şeyi deyir. Onların bir məsələyə necə yanaşdığını anlamaq sizin bütün strategiyanızın və kommunikasiya planınızın təməlini qurur. Bu, sadəcə məlumat toplamaq deyil, bu əsl strateji kəşfiyyatdır. Deməli, əsas məsələ budur. Bu analiz sizə kimin yanınızda olacağını, kimin qarşınızda dura biləcəyini və potensial problemlərin haradan çıxacağını əvvəlcədən görməyə imkan verir. Bu, layihə menecerinin strateji yol xəritəsidir. Yaxşı, bəs bu dərin analizi necə edək? Əlimizdə çox güclü bir alət var. 5 açarlı sual metodu. Bu sadə görünən suallar əslində hər bir maraqlı tərəfin beyninin içinə girmək, onun motivasiyasını anlamaq üçün bir növ rentgen cihazı kimidir. Gəlin bu güclü sualları bir-bir açaq. Birincisi, onların problemə münasibəti necədir? Yəni, dostdurlar, yoxsa düşmən? İkincisi, bu problem konkret olaraq kimlərə və necə ziyan vurur? Bu, onların ağrı nöqtələrini anlamaq deməkdir. Üçüncüsü, təhsirin forması nədir? Pul itirirlər, yoxsa işləri çoxalır? Dördüncüsü, məsələ onlar üçün nə dərəcədə ciddidir? Bu, onların motivasiya səviyyəsini göstərir. Və sonuncu, bəlkə də ən kələkbaz sual. Problemin indiki vəziyyətindən kimlər fayda götürür? Bilirsiniz, bəzən dəyişikliyə ən böyük maneə elə buradan gəlir. Bu sual gizli müqaviməti üzə çıxarmaq üçün bir açardır. Bu 5 sualı cavablandırdıqdan sonra əlinizdə inanılmaz bir aydınlıq olacaq. Yaxşı,
Bəs bu qədər məlumatı topladıq, indi nə edirik? Gəlin bu biliyi konkret fəaliyyət addımlarına necə çevirəcəyimizi yekunlaşdıraq. Yekun olaraq gəlin bugünün 4 qızıl qaydasını yada salaq. 1. Heç kimi gözdən qaçırmadan bütün oyunçuları müəyyən edin. 2. Onların sadəcə adını yox, rolunu və təsir gücünü anlayın. 3. O 5 sehirli sualı tətbiq edərək onların beynin içinə girin. Və nəhayət 4. Əldə etdiyiniz bu kəşfiyyat məlumatını strategiyanızın təməli edin. Və sonda sizi birbaşa fəaliyyətə keçirəcək bir tapşırıq. İndi, hal-hazırda işlədiyiniz və ya planlaşdırdığınız layihəni düşünün. O layihənin uğuru üçün ən vacib olan 3 nəfər, yəni 3 maraqlı tərəf kimdir? Və onların hər birinin əsl, dərində yatan marağı nədir? Bu sualın cavabı, inanın mənə, sizin uğura gedən yolunuzu işıqlandıracaq.